Məlumat verdiyimiz kimi fevralın 19-unda Ramazan ayının ilk günüdür. Ajans.az xəbər verir ki, imsak vaxtı 06:04-də, iftar isə 18:34-də təyin edilib. Birinci günün imsak duası. Allahümme ec'el siyami fihi siyaməs saimin və qiyami fihi qiyaməl qaimin və nəbbihni fihi ennâmetil qafilin və həbli cormi fihi ya ilahəl aləmin və afu ənni ya afiyən ənil mücrimin. Tərcüməsi. İlahi, bu ayda tutduğum orucu, həqiqi oruç tutanların orucundan, gecələr oyaqaq qalmaqla etdiyim ibadətləri, əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç. Ey aləmlərin tanrısı, məni bağışla, ey günahkarları bağışlayan. İftar duası. Allahümme ləkə sumtu və alə rizqikə əftartu və ələykə təvəkkəltu. Bismillahirrahmanirrahim. Ya vəsiəl mərfirəti iğfirli. Tərcüməsi. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə, ey hududsuz bağışlama sahibi, mənim günahlarımı bağışla.